sevincli bir gündür. Ağalı kəndində əlavə 100 ailə yerləşəcək. Ağalının demək olar ki, hüdudları daha da böyük olur. Məmmədbəyli kəndində isə 180 ailə üçün gözəl evlər, yaraşıqlı binalar inşa edilibdir. Ben bilirəm ki, siz bugün buraya gelmişsiniz. Hələ demək olar ki, yerləşməmişsiniz. Ancaq əlbəttə ki, indi gələn günlər ərzində tam burada yerləşib öz doğma dədə-baba torpağında rahat, firavan həyat yaşayacaq. Sizi bu münasibətlə ürəkdən təbrik edirəm. Hoş gəlmişsiniz doğma vətənimizə. Qarabağ Şərqi Zəngəzurun gələcəyi çox parlaq olacaq. Bugünkü reallıq qurduğumuz şəhər və kəndlər bunu göstərir. Ermənilər viran qoyub bizim dədə-baba torpaqlarımızı. Biz isə qurub yaradan xalq, biz düşməni öz torpaqlarımızdan qovmuşuq. İndi də öz doğma torpağımızda qurub yaradırıq, şərait yaradırıq, binalar tikirik, tarixi abidələr, məscidlər tikirik. Yəni biz bu torpaqların sahibləri qayıtmışıq və burada əbədi yaşayacağıq. Sizə də mən xoşbəxt həyat arzulayıram, bir sözü təbrik edirəm.